Bismillahirrahmanirrahim. Gecenin bir yarısıdır. Yahut herkesin çekilip gittiği o kimsesiz, tenha bir andır. Qəlbində dağlar qədər dərd, dilində izah edə bilmədiyin bir sıxıntı var. Dəstəmazını alırsan, səccadəni sərib aləmlərin Rəbbinə tərəf yönəlirsən, əllərini göyə qaldırırsan, tam ürəyini boşaldacağın, o ən səmimi göz yaşlarını tökəcəyin o müqəddəs an gəlir çatır. Və qəfildən, tam duanın ən dərin yerində, heç bir yorğunluğun və yuxusuzluğun olmadığı halda, ağzın açılır, ciyərlərinə ağır bir hava dolur və sən dəhşətli dərəcədə əsnəməyə başlayırsan. Gözlərindən qeyri-ixtiyari yaşlar axır, bədəninə qəribə bir ağırlıq çökür, fikrin dağılır, bayaqki o mənəvi coşqu, o ülvi his bir saniyənin içində qırılır. Egon dərhal sənə pıçıldayır. Görürsən, sən heç dua etməyi də bacarmırsan. Sənin yuxun gəlir, get yat. Allah sənin bu diqqətsiz duanı qəbul etməz. Bu hadisə hər birimizin başına gəlib. Bəs bu sadəcə fizioloji bir refleksdirmi? Sadəcə beyinə oksigen getməsi illüziyasıdırmı? Xeyr, İslam fəlsəfəsinin, hədis elminin və insan psixologiyasının ən dərin qatlarına indiyimiz zaman qarşımıza dondurucu bir mənzərə çıxır. Sən o an əslində nəhəng bir mənəvi savaşın, görünməz bir müdaxilənin tam mərkəzindəsən. Bugün bu mənəvi səyahətdə sizinlə birlikdə bu sirrin pərdələrini qaldıracaq. Dua edərkən niyə əsniyirik? Bu əsnəmənin arxasında hansı gizli düşmən dayanır? Və ən əsası, bədənimizdən o an hansı qaranlıq enerjilər xaric olur? Dünyanın səs küyünü kənara qoyun və ruhunuzun aynasına baxmağa hazırlaşın. İnsanoğlu Allahla danışmağa, yəni dua etməyə başladığı an kainatdakı ən güclü simsiz əlaqə, mütləq bir bağlantı qurulur. Sənin ruhun bədən qəfəsindən çıxıb arşa doğru yüksəlməyə başlayır. Məhz bu an insanın ən qədim və ən qatı düşməni olan şeytan dəhşətli bir təşvişə düşür. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm səhih mənbələrdə qeyd olunan o sarsıdıcı kəlamında bu mütləq həqiqəti belə bəyan edir. Asqırmaq Allahdandır, əsnəmək isə şeytandandır. Sizdən biriniz əsniyəcəyi zaman gücü çatdığı qədər onu tutmağa, yəni qarşısını almağa çalışsın. Allahu Əkbar. Niyə asqırmaq Allahdan, əsnəmək şeytandandır? Fəlsəfəsinə baxın. Asqırmaq insana dirilik, oyanıqlıq verir, beyni açır. Əsnəmək isə bədənə süstlük, tənbəllik, qəflət və yuxu gətirir. Şeytan sənin Allaha olan o diqqətini, qəlbinin Allaha bağlanması demək olan o hüzuri qəlbi qırmaq üçün birbaşa fiziki bədəninə müdaxilə edir. Sənin ağzını ayıraraq sənə çirkin bir görkəm verir. Sözlərini kəsir, Allaha etdiyin yalvarışın estetikasını və şuurunu pozur. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur ki, sizdən biriniz əsnəyib ağzını tam açaraq ha dediyi zaman şeytan onun içinə girər və ona gülər. Bu gülüş nəyin gülüşüdür? Mən onun Rəbbi ilə olan bağlantısını qırdım, onu yuxuya və qəflətə saldım gülüşüdür. Sən namazda və ya duada əsnədiyin an bilməlisən ki, sənə bir hücum var. Sən qətiyyən yorğunam deyib o tənbəlliyə təslim olmamalısan. Lakin məsələnin yalnız şeytani müdaxilə deyil, eyni zamanda böyük bir təmizlənmə ölçüsü də var. İslam alimləri və ruqyə, yəni ruhani təbabət mütəxəssisləri dua zamanı yaşanan şiddətli əsnəmə və qeyri-ixtiyari göz yaşlarının bədəndəki mənəvi bloklanmalarla bağlı olduğunu bəyan edirlər. Gün ərzində, aylarla sən insanların paxıl baxışlarına, nəzərə, həsədə, pis enerjilərə məruz qalırsan. İnsanların sənə olan o negativ düşüncələri sənin ruhunda ağır bir qaranlıq duman kimi toplanır. Sən Allahın qarşısına keçib, təmiz bir niyyətlə, bütöv bir qəlblə Quran oxumağa və ya dua etməyə başladığın an, ilahi nur sənin bədəninə daxil olur. Bəs qaranlıqla işıq eyni yerdə qala bilərmi? Qətiyyən. İlahi nur sənin ruhuna endikcə, bədənində yığılıb qalmış o pis enerji, o ağır nəzər, o şeytani sıxıntı
bədəni tərk etmək məcburiyyətində qalır. Və bu çıxış yolu özünü şiddətli əsnəmək, gözlərin sulanması və ürək sıxıntısı şəklində göstərir. Sən o an əsniyəndə və gözlərindən yaş axanda əslində ruhun mənəvi təmizlənmə prosesi keçirir. Sənin üzərindəki o ağır yük, o göz nəzər buxarlanıb çıxır. Ona görə də o an duanı dayandırmaq yox, əksinə daha da sıxı sarılmaq lazımdır. Şeytan istəyir ki, sən qorxub duanı kəsəsən və o negativ enerji sənin daxilində qalsın. Lakin sən dirəndikcə o qaranlıq səni tamamilə tərk edəcək. Bizi duadan yayındıran təkcə xaricdən gələn şeytan deyil, insanın ən böyük düşməni öz içində, qabırğalarının arasında gizlənən nəfsidir, yəni egosudur. Ego azadlıq, təkəbbür və müstəqillik istəyir. Sən diz çöküb, əllərini açıb, Allahım, mən acizəm, sən isə mütləq güc sahibisən dediyin an, sənin nəfsin böyük bir sarsıntı yaşayır. O təslim olmağa nifrət edir. O, Rəbbinin qarşısında acizliyini etiraf etmək istəmir. Məhz buna görə də şuuraltı bir müdafiə mexanizmi işə düşür. Nəfs sənin bədəninə süslük verir, göz qapaqlarını ağırlaşdırır, ard-arda əsnəmə krizləri yaradır ki, sən o mütləq təslimiyyət anından qaçıb yatağına, yəni qəflətə dönəsən. İmam Əli əleyhissalam buyurur ki, insanın ən böyük cihadı, yəni ən böyük savaşı öz nəfsinə qarşı etdiyi cihaddır. Duadakı o əsnəmə sənin o an etdiyin savaşıdır. Nəfsin sənə deyir, yorulmusan, bitir bu duanı. Ruhun isə fəryad edir, yox, Rəbbimlə bağlantımı kəsmə. Sən o an ağzını bağlayıb duana qaldığın yerdən davam etdikdə, sən sadəcə bir əsnəməni utmur, sən öz təkəbbürlü nəfsini, daxili düşmənini diz çöktürürsən. Bəs kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm bu hücum qarşısında bizə necə bir fiziki və mənəvi ədəb, necə bir müdafiə üsulu öyrədir? Bu sarsılmaz Peyğəmbər təbabətinin düsturlarına diqqət edin. Birincisi, mütləq müqavimət. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur. Əsnəmək gəldiyi zaman gücünüz çatdığı qədər onu dişlərinizi sıxaraq geri qaytarın. Təslim olmayın. Bədəninizə hökm edin. Mən Rəbbimin hüzurundayam şuuruyla o tənbəlliyi rədd edin. İkincisi, qapını bağlamaq. Əgər əsnəmə o qədər güclüdürsə ki, qarşısını ala bilmirsinizsə, o zaman hədisdə buyurulur. Sizdən biriniz əsnəyərkən sol əlinin arxası ilə ağzının üzərini tutsun. Çünki şeytan oradan daxil olar. Bu, təkcə fiziki bir hərəkət deyil. Bu əməl şeytana və nəfsə verilən psixoloji bir mesajdır. Sənin oyununu gördüm və mənəvi qapımı sənin üzünə bağlayıram. Üçüncüsü, sözü dayandırmaq. Əsnəyərkən heç vaxt Quran oxumağa və ya dua edərək Allahın adlarını zikr etməyə davam etməyin. Səs pozulur, mənalar dəyişir. Böyük alimlər qeyd edir ki, əsnəmə gələndə sus, qoy o hal keçib getsin, sonra duana davam et. Çünki sən kainatın sahibinə xitab edirsən. Padişahın hüzurunda əsnəyərək danışmaq ədəbsizlik olduğu kimi, Allahın hüzurunda da əsnəyərək zikr etmək ədəbə ziddir. Əsnəməyin, fikrin dağılmasının və tənbəlliyin ən köklü səbəbi isə daxildəki o mütləq fəlsəfənin, hüzuri qəlbin, yəni qəlbin o an Allahın hüzurunda olmasını dərk etməməsidir. Sən dua edirsən, dilin Allahım deyir, amma beynin sabahki işini düşünür, borcunu düşünür, kiməsə olan qəzəbini düşünür, bədənin Kəbəyə dönüb, amma qəlbin dünyaya dönüb. İmam Əli əleyhissalam bizə bu acı həqiqəti sarsıdıcı şəkildə üzümüzə vurur. Qəlbin və şuurunun hazır olmadığı, diqqətsiz edilən duada və ibadətdə heç bir xeyir yoxdur. Təsəvvür edin, çox hörmət etdiyiniz, qorxduğunuz bir rəhbərin və ya prezidentin qarşısındasınız. Ondan çox vacib bir iş istəyirsiniz. O an sizin yuxunuz gələrmi? Əsnəyərsinizmi?
Gözünüz başqa yerə baxarmı? Əsla. Bütün diqqətiniz, bütün hüceyrələriniz o adamda olar. Bəs necə olur ki, kainatın, galaktikaların, ölümün və həyatın mütləq sahibi olan Allahın qarşısına keçəndə yuxun gəlir, əsnəyirsən. Çünki Allahın əzəmətini dərk etməmişik. İmam Əli namaza və duaya durarkən rəngi qaçar, titriyərdi. Soruşanda deyərdi, bilirsinizmi kimin huzuruna çıxıram? Qəlbində o ilahi qorxu və sevgi oyanan adamın duasına şeytan belə yaxınlaşa bilməz. O ki qaldı ona əsnəmək və tənbəllik gəlsin. İndi gözlərinizi yüngülcə qapayın. Dərindən bütün mənəvi yorğunluğunuzu, içinizə yığılmış o ağır nəzəri, negativ enerjini və qəfləti içinizə çəkərək bir nəfəs alın və yavaşca bütün o ağırlığı ruhunuzdan kənara üfürün. Bugündən etibarən səccadəyə oturduğunuzda, əllərinizi göyə qaldırdığınızda baş verəcək olan o savaşa hazırsınız. Əgər qəfildən içinizdən güclü bir əsnəmə, gözlərinizdən səbəbsiz yaşlar gələrsə, artıq qorxmayacaqsınız, təslim olmayacaqsınız. Çünki siz bilirsiniz ki, bu şeytanın qırılan zəncirləridir. Bu bədəninizdən çıxan o ağır qaranlıqdır. Şuurunuzu təmizləyin, dişlərinizi sıxın və o an Rəbbinizə belə səslənin. Allahım, sənin huzurundayam. Nəfsimin tənbəlliyindən və qovulmuş şeytanın vəsvəsələrindən sənə sığınıram. Qəlbimi qəflət yuxusundan oyat və mənə səni haqqıyla, bütöv bir diqqətlə, mütləq bir sevgi ilə zikr etməyi nəsib et. Səsinizin göylərə ucalması, şeytana mütləq qalibiyyətinizin şahidi olması üçün rəy bölməsinə keçin və öz qəlbinizin oyanışını bu cümlə ilə həqq edin. Allahım, şeytanın vəsvəsələrindən və nəfsimin tənbəlliyindən sənə sığınıram. Qəlbimi sənin nurunla oyat. Əgər bu mənəvi səyahət sizin idrakınızda yeni bir pəncərə açdısa, ruhunuzdakı zəncirləri bir zərrədə olsa qıra bildisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bu fəlsəfə və həqiqət yolunda bizimlə birlikdə addımlamağa davam edin. Biz bura uyumağa deyil, oyanmağa gəlmişik. Duanız daim oyaq, qəlbiniz hər zaman nurlu olsun. Allahın amanında qalın.